Salam dəyərli izləyicilər, həvəskar təbiət və biologiya sevərlər. Bugün sizlərlə 6-cı sinif təbiət referendumuna hazırlaşırıq. Ayın 27-si imtahandır. Hər kəs uğurlar. Dərslər yaxşı dinləyin, yaxşı qulaq asın. Ona görə ki, yaxşı nəticə toplayasınız. Gəlin başlayaq. Bu səfər patogen və xəstəliklərə keçəcəyik. Keçən dərs keçdik bakteri göbəklər və məsələlər. Onlara da baxmaq onun üçün əsas çətin mövzulardan biri idi. Bakteri məsələləri, onu da inşallah bacararsınız. Xəstəlik nədir? Ümumiyyətlə xəstəlik deyəndə hər kəs bilir ki, xəstəlik nədir? Biz xəstəliklə qrip oluruq. Bəs bu xəstəlikləri necə biz bilirik ki, biz xəstələnmişik? Xəstəlikləri bilirik ki, necə xəstələndiyimizi. Bunlara biz simptomlar və əlamətlər deyirik. Yəni, məsələn, deyirlər, qrip olanda burun axır. Bu həm simptomdur, əlamətlərdir, yəni ki. Yəni, bu simptomları görəndə anamız, fasairə, valideynlərimiz nə edir sizi? Sağaltma çalışır, bilir ki, qripsiz. Səsiniz tutulur, burnunuz tutulur. Bu da onun bir simptom əlamətidir. Birinci mövzu asandır. Demək, məsələn, simptomlar, əlamətlər. Simptomlar, məsələn, əzələ ağrısıdır, yorğunluqdur, baş ağrısıdır. Əlamətlər isə temperatur, öskürək, nəfəs darlığı, əsasən bunlar olur da, yəni bunların fərqini başa düşürsünüz. Məsələn, qızılca virusunun səbəb olduğu yoluxucu xəstəlik qızılcadır. Qızılca virusu yoluxdurdu. Zökəm virusunun səbəb olduğu yoluxdurucu xəstəlikdir. Yəni viruslar nəticəsində biz yoluxuruq həmən o xəstəliyə. Xəstəliyin antixəstəlik törədən mücanlar patogenlər adlar. Məsələn, qızılca virusu patogendir, zökəm virusu patogendir. Yoluxmuş orqanizm sahibi. Məsələn, burada tutalım ki, bu uşaq qızılcaya tutulub, qızılca virusuna. Bu uşaq nədir? Sahibdir. Zökəmə tutulub, bu uşaq nədir? Sahibdir. Yəni, patogendən sahibə keçir xəstəlik. Deməli, bakteri göbəklərin virus adım çox kiçikdir. Viruslar sahib olan, daha çox sahib orqanizm olmadan yaşaya çoxala bilmirlər. Onlar müxtəlif canlıları yoxdura bilərlər. Yəni, bu virusların xüsusiyyəti nədir? İşi nədir? Yoluxdurmaqdır, sahibə yoluxdurmaqdır xəstəliyi. Əsas işlər bunlardır və sahibə yoluxmadan, onunla qidalanmadan, onunla istifadə etmədən onlar yaşayıb və çoxala bilmirlər. Müxtəlif canlılar da yoluxa bilərlər. İnfeksion xəstəliklər nədir? Patogenlərin insan, heyvan və bitki orqanizmə daxil olmasıyla baş verən xəstəliklərə yoluxucu və infeksion xəstəliklər deyilir. Məsələn, patogenlər insan, heyvan, bitki vasitəsilə orqanizmə daxil olur və orada baş verən xəstəliklər yoluxucu infeksion xəstəliklər adlanır. Deməli, patogenlər bizdə bitkilər olmurlar. Patogen bakteri ola bilər, virus ola bilər, göbələk ola bilər. Virusla bakteriyalar, məsələn, virus çox bircəral orqanizmdir. Sahib orqanizmdə sərbəst yaşaya bilir. Virusda yalnız canlı hüceyrələrin içində çoxala bilərlər. Bakteriya ölü hüceyrələrdə də olur, amma virusda yalnız canlılarda olur. Canlı və çox hüceyrələrdə olur. Bir də ki, bircəyə çox hüceyrəli orqanizmdilər, göbələklər, sahib orqanizmi sərbəst yaşaya bilirlər. Bircəyə göbələklər maye göbələyi nümunət göstərmişdik, amma maye göbələyi xəstəlik deyil. Məsələn, kif göbələyi var idi, o patogen idi. Ağacda patogenlik yaradırdı, bitki vasitəsilə keçirdi. İnfeksiyon. Səbəb olduğu xəstəliklər bakteriyalar, viruslar, göbələklər. Göbələk, ayaq, dırnaq, dəri göbələk xəstəliyi. Bəli, ayaqlı göbələklər eləyər, o göbələkdir, patogendir. Vərəm, vəba, tetanus, bruselyoz, pnevmoniya, bu virus, bakteriyalardır. Qrip, çay, qızılzökəm, koronavirus. Məsələn, COVID-19 virusu var idi, o özü patogen idi. Ona yoluxan isə sahib adlanırdı. Deməli, nə öyrəndik? Patogenlər sahibə keçid olur. Yoluxucu olmayan xəstəliklər var ki, məsələn, anemiyadır, artıq çəkib iylənmə, tütün çəkmə, spirtli içkilərin istifadə səbəbindən baş verən qan dövrünün tələf olmayan xəstəliklər yoluxucu olmayan xəstəliklər sayılır. Bu xəstəlikləri insan bir canlıdan digərinə bu keçmir də. Virus yoxdur burada. Məsələn, artıq çəkilib iylənmə də özümüzdən asılıdır, anemiya özümüzdən asılıdır, tütün çəkmə, spirtli içkilərin istifadə insanın özündən asılıdır. Onun xüsusi bir virusu yoxdur. Məsələn, burada nə edək?
Burada birinci neyiniz? Yoluxucu olmayan xəstəliklər, pillənmə, köklük. Sonra şəkərli diabet. Bir də soyuq dəymə. Aritmiya, su çiçəyi, qrip, vəba. Bunlar vəba vibrionu demişdi yadınızda. Vəba vibrionu. Deməli bu nədir? Bakteriyadır. Patogenimiz nədir? Bakteriyadır. Vergül şəkilli bakteriyadır. Başqa hansı mövzu var? Neçə mövzumuz qalır? 4.2. Aha, nəysə. Gəlin davam edək. Yoluxucu xəstəliyin necə qarşısını almaq olar? Təbii ki də məntiqli fikirləşsək, burada görürsünüz də pişik gəzir, milçəklər uçuşur, bu ət məhsulları. Bunu insanlar alır. Bunu alırlar. Bu steril vəziyyətdə olmayanda insanda xəstəlik yaranır. Ətrafın steril olmamağı, məsələn, çılpaq əllərlə toxunulur pendirə. Burada görürsünüz də dondurma axır. Pişiyin burada tükləri hopa bilər. Uşaq burada asqırır, onun patogenləri keçə bilər çörəyə, onu da insan ala bilər. Belə. Bunun üçün də dezinfeksiya yolundan istifadə olunur. Patogenlərin yayılma şeyləri, növləri. Xəstə adamlarla danışanda, onlar öskürəndə viruslar sizə keçə bilər. Bunun üçün maskadan istifadə etmək daha çox. Maska da ziyandır, insanın çox istifadəsi ziyandır. Sağlamadan nəfəs alır. Bu damcılar yarandı. Bu damcılar da nə edir? Tənəffüs orqanlarına daxil olur və həmən bu insan da xəstələndir. Ona görə asqırarkən və öskürərkən ağız burnunuzu nə etməliyik? Safətlə tutmalıyıq. Bu düşə bilər sizə, açıq sual kimi düşə bilər. Esse istəyər sizdən, patogenlərə yoluxmanı, necə? Patogenlərə yoluxma növləri və s. Baxın, indi burada 3 növü, bir dəqiqə 4 növü var idi mən bilən. Aha, 4 növü var. Burada hava damcı yolu ilə yayılma. Biz bunu dedik. Bunun altına qırmızıdan belə bir çək. Bunları keçək, görünsünlər. Birincini izah elədik. Yəni fiziki təmas yolu yayılma. Sağlam adamların infeksiyon xəstəliyi yoluxmuş adamlar arasında baş verən təmas olduqda baş verir. Belə xəstələr həmçinin yoluxmuş şəxsin qan digər bədən maye, tüpürcək, sidik, habelə dolayı yolla şəxsi əşyalar ilə təmasda olub belə yayılır. Məsələn, göbələk xəstəliyi. Göbələk xəstəliyi, ayaq göbələk. Onu həmən məsələn əşyasını istifadə etdikdə o göbələk hissəsi keçə bilər. Fiziki təmas yolu yayılma budur. Ona görə nə etməli? Qorunmayan başqaları ilə aranızda məsafə saxlayın. Başqalarının istifadələrindən, başqalarının əşyalarından istifadə etməyin. Dəqiqəm qara qələm. Nəysə, qırmızı izah eləyək. Deməli, qida və su vasitəsilə yayılma. Ərzaq dükanlarının, qida almalı fabriklərinin, məktəbədə yaşayan insanların təmizlik qaydasına etinat yanaşması, patogenlərin yayılmasına və yüzlərlə insanların xəstələnməsinə səbəb ola bilər. Bu da əsas başlıca nümunədir. Bayaq da göstərdiyi şəkildə böyük bir ziyandır. Şüşə vitrinə müştərilərin qida məsələsinin birbaşa təmasının qarşısını alır. Onlar milçəkdən qoruyur. Öskürmə və asqırma hallarında isə damcı yolu ilə, hava damcı yolu ilə qidalarsa keçmir. Aha, bu məsələ müsbətdir. Bunu eləmək olar ki, qida və su vasitəsinin yayılma azalsın. Şüşə qablara, daha doğrusu qidalar şüşə qablarda mühafizə oluna bilər. Daşıyıcı heyvanlar vasitəsilə yayılma. Patogenlər acıqanad, milçək kimi xəşədə vasitəsilə yayıla bilərlər. Məsələn, bu milçəklərin adı necə qidalanır? Zirlə, zibillə, zirzibillə qidalanırlar və bu sizin yeməyinizin üstündə, məsələn, bayırda oturmuşsunuz, lordilə başa salaq da, qarpız yeyirsiniz. Bu qarpızın üstünə bu milçək qonur və neyinir? Oraya yumurtalarını buraxır ya da toxunur da. Məsələn, bu milçəyin bu ayaqları zibilə də dəyib, sonra gəlir sizə də dəyir. Acıqanad məsələn, oradan çirki zibili sorur. Bu acıqanadın indi sormacında qaldıraq bu zirzibil, belə nöqtə təsəvvürün qalır da. Sizin qanınızı gecə məsələn əməndə artıq bu zibil də sizə qayıdır.
Sonra milçək məsələn ayaqları sizin o yediyiniz qarpıza dəyir, siz də onu yeyirsiniz. O da sizə patogen daşıyıcı olursunuz artıq. Milçəklər məsələn beriberi milçəyi var ki, beriberi xəstəliyini törədir. Afrikada geniş yayılıb, yuxu xəstəliyidir, yata bilmir insan. Məişət tullantılarında məsələn açıq zibillər ilə xəstəlik mənbəyidir. Onlara yaxın durmasanız yaxşısı olar. Bədənimiz bəs xəstəliklərə qarşı necə müdafiə, özünü necə mühafizə edir? Deməli, göz yaşı kimi bəzi bədən mayeləri o patogenləri zərərsizləşdirə bilər. Bədən mayeləri gözdən axanda. İnsan orqanizminə daxil patogenlər infeksiyon xəstəliklərə səbəb olur. Patogenlər infeksiyon xəstəliklər sahibi ötürülür. Dəri, mədə şirəsi, göz yaşı, selik təbii maneələrə aiddir. Təbii ki, bunun qarşısını alır. Məsələn, siz yaralandınız, o yaralananda o bədənin üstünü deməli trombositlər, neynirlər, örtməyə çalışırlar ki, ora virus yoluxmasın. Gec olsa belə siz onu neynəməlisiniz? Məsələn, burada göstərilir, dizi yaralanıb bu uşağın və ona ilk tibbi yardım göstərilir. Spirtlə oranı təmizləmək lazımdır, sonra bağlamaq lazımdır. Çünki ətrafına yəni çirklər yığılacaq, həm çirk eləyəcək, yəni patogenə yoluxacaq. Bu da ciddi səbəblərə yol verə bilər. Selik. Selik orqanizmin hüceyrələri tərəfindən ifraz olunan yapışqan mayedir. Soyuqdərmə və allergiya zamanı patogenləri və orqanizmin daxilində toz hissəsini tutmaq üçün boğazda, burun və ağız boşluqlarında daha çox selik ifraz olunur. Öskürmə, askırmaqla seliyə yapışmış patogenlər toz hissəsini bədənimizdən xaric olunur. Seliklə xaric olunan patogenlərin başqa insanı yoluxdurmaması, askırma, öskürmə, ağız və burunuzu dəsmalla örtməli. Yəni selik təmiz deyil, patogenləri saxlayır özündə. Askıranda, öskürəndə, bəlğəminiz olanda yəni onu xaric eləməlisiniz, udqunmayın. Mədə şirəsi. Mədə şirəsi mədə qidaları həzmə kömək edən şirə ifraz olunur. Qəbul etdiyimiz qida və suda patogenlər varsa, mədə şirəsi patogenləri zərərləşdirər, orqanizmi qoruyur. Patogenlər təbii maneələri keçib qan dövranına daxil olduqda orqanizm ikinci müdafiə tədbirlərini icra edir. Qana daxil olmuş patogenlər özlərinin həyat fəaliyyəti prosesində xəstəlik törədən zəhərli maddələr buraxır. Bu zaman onlar ağ qan hüceyrələri sayəsində zərərsizləşdirilir. Bəzi ağ qan hüceyrələri isə patogenlərə yaxlaşır, onları udur, həzm edir və orqanizm qoruyur. Bu nə idi? Fagositoz adlanırdı. Biz qanı keçəndə öyrəndik fagositozu, orada adı verilməmişdi, səhv eləmirəmsə, mən yenə də demişdim. Ağ qan hüceyrələrinin digər növü isə patogenləri və onların zəhərlərini zərərsizləşdirmə antijisim adlanan xüsusi maddə əmələ gəlir. Aha. Mütləq patogenləri zərərsizləşdirmək üçün onlara xüsusi antijisimlər hazırlanır. Antijisimlər patogenlərə yapışır, onları ya birbaşa zərərsizləşdirir, ya da digər ağ qan hüceyrələrini prosesə cəlb edir. Antijisimlər qanda uzun müddət qala bilir. Buna görə orqanizm həmin xəstəliklərdən bir daha tutulmur. Və peyvəndlərə qarşı, məsələn, peyvənd nədir? Peyvənd o demək deyil ki, siz sağalmısınız. Öncədən vursalardı peyvəndi. Peyvəndin içində, məsələn, siz çiçəyə qarşı peyvənd vurmusunuz. Orqanizm immunitet yaratmaq üçün ki, çiçəyi virusunun patogenin zəif halını sizə iynə vasitəsilə vururlar, yəni bədəninizə keçirirlər. Siz buna xəstələnmirsiniz, lakin bədəniniz bu immunitetə ki, öyrəşir. Sonra xəstələnirsiniz. Ondan sonra nə olur? Öyrəşirsiniz. Siz yəni ki, düşünməyin ki, o sağaltmaq üçün nəsə vurulur ora. Sağaltmaq üçün vurulur, amma yəni dərman vurulmurdu ora. Ora sadəcə məsələn qızılcaya görə vurmursunuz, ya da məsələn anemiyaya qarşı falan. Anemiya patogen deyil. Yəni məsələn qızılcaya qarşı vurursunuz, onun qızılcanın zəif haldakı viruslarından, patogenlərindən istifadə edirlər və ona hazırlaşırsınız. Bəzi infeksiyon xəstəliklərinin müalicəsində antibiotik adlanan maddələrdən istifadə olunur. Bunu da məişətdə istifadə olunur. Aha, növbəti bitki və heyvanlarda yoluxucu xəstəliklər hansılardır? Burada əsasən bunlardır. Məsələn, qara ləkə. Deməli, nə olmuşdu? Bu ilin axırında, yəni final imtahanında təbiət rəfim bunlar düşmüşdü. Məsələn, qara ləkəlik, qara ləkə, sonra tütün mozaikası. Burada tütün mozaikası verilmişdi orada. Tütün mozaikası, yəni eyni şeydir. Sadəcə tütün bitkisinin tutulduğu xəstəlik. Demək, qızılgül kolalarının çox rast gələn göbələk xəstəliyidir. Məsələn, baxın, bu göbələkdir. Sizə düşə bilər orada.
Yəni orada elə bir ki verir patogenlər. Patogenlər və bakteriya, virus, bir də göbələklər. Qara ləkə var idi. Orada qara ləkə düşürdü, 100% göbələyə yazırsınız. Bu da bakteriya. Qara ləkəliklə qara ləkəni eyni bilməyin. Baxın, uşaqlar burada daha çox şaşırırlar. Bakteriyal xəstəlikdir. Qara ləkəlik. Qara ləkə göbələk xəstəliyidir, qara ləkə. Mozaika bitkilərdən çox gəlinin virus xəstəliyidir. Baxın, bu tütün mozaikası düşmüşdü. Virus xəstəliyidir mozaika. Bitkilərin yarpaq gövdələrində rəngsləşmə olur, alabənzərlik, alabəzəklilik olur, yarpaq qırılması müşahidə olunur. Pas isə taxıl bitkilərində daha çox geniş yayılır, amma göbələk xəstəliyi. Pas göbələyini var, taxıl bitkilərində yerləşir və onu çürüdür. Yarpaqlarında bəzən zoğlarına əməl gələn ləkələrin rəngi bir müddət qırmızımtının ardından qara rəngə dəyişir və yəni heç nədə o getdi, bitki getdi. Sitrus xərçəngi kimi xəstəliklər yarpaqların rənginin yaşlıdan qəhvəyə çevrilməsinə səbəb olur. Bu isə fotosintezi təsir göstərir. Meyvələrdə isə qəhvəyə ləkələrə rast gəlinir və onlar vaxtdan ayaq ağacdan qopub düşür. Yəni zəiflik, sitrus xərçəngi də var. Gördünüz, baxın yazmışam. Tütün mozaika virusun səbəb olduğu xəstəliyin əlamətidir. Yarpaqlarda sarı ləkələr. Soruşa bilər, əlamətləri, simptomları qeyd edin. Fuzarium xəstəliyində torpaqdakı patogen göbələklər cavan bitkilərin və ya cüzərtilərin kökünə daxil olur, su borularını zədələyə bilər. Su boruları var bitkidə, ələyə bənzər borular var, floema boruları var. Və buradan bizdə keçir bitki kökdən aldığı su və mineralları borular vasitəsilə bitkinin hər tərəfinə ötürür. Elə bir şey qan damar sistemi. Bitkinin qan damar sistemi floema boruları, ələyə bənzər borulardır. Furazium xəstəliyində də su boruları zədələnir və ağac neyinir? Avtomatik olaraq quruyur. Bunu demək ehtiyac yoxdur. Yəni, yine ağacın suyla təmin olması azalırsa, suya ehtiyacı var da ağacın. Vərəm xəstəliyinin törədicisi olan bakteriya, məsələn, vərəm vibrionudur. Vibrion nədir? Bakteriya. Deməli, bu bakteriya xəstəliyidir. Malqaranın ağciyərlərinə çoxalır. Vərəm ümumiyyətlə ağciyər xəstəliyidir. Xəstəlik insanlar da yoluxur. Vərəm heyvan və insanların qanlı öskürməsinə, arıqlamasına, bəzən ölümünə səbəb olur. Vərəm çox təhlükəli bir xəstəlikdir. Vərəm öskürək və askırma zamanı hava damcı yolu ilə yayılır. Məsələn, bu da düşə bilər ki, yayılma yollarına görə seçin. Vərəm yayılır hava damcı yolu ilə. Malqara əsasən sürü halında yaşadığı üçün xəstəliklə yoluxur da. Yəni asanlıqla keçir. Yəni sahibi asanlıqla dəyişə bilər. İnsan da xəstə ilə çiğ südünü içdə vərəmə yoluxa bilərlər. Çünki yəni məntiqlə xəstə ilə xəstə südünü içəndə xəstə oluruq da. Patogenləri öldürməliyik, təsir hal gətirmək. Bu da dezinfeksiya adlanır. Ona görə çiğ süd məsələn içmədən onu əvvəl qaynatmalı ki, virus, patogenlər olsun. Bakteriyalar. Yoluxucu olmayan xəstəliklə insan keçə bilmir. Yəni sahib dəyişə bilmir. Bir sahibdə qalır. Yoluxucu infeksiyon xəstəliyi insandan insana keçir. Hava damcı, qida su dedik, fiziki təmas dedik, daşıyıcı heyvanlar dedik və yoluxmuş şəxsin bədən mayələrinə təmas yolu ilə. Xəstəliklərə qarşı müdafiə, bəzən bədən infeksiyalarının qarşısını almaq üçün kimyəvi qoruyucu vasitələrdən istifadə edilir. Bu da nədir? Güclü mədə şirəsidir. Çünki kimyəvi tərkibi var da. Bir də selin tərkibində mikroorqanizmlərlə kimyəvi maddələr olur. Yəni kimyəvi. Bədən infeksiyaların qarşısını almaq üçün mexaniki qoruyucu istifadə olunur. Belə mexaniki qoruyucu vasitələrdə istifadə olunur. Dəri patogenlərə qarşı səd rolunu oynayır. Burun tükcükləri, toz hissəcikləri ilə orqanizmləri tutub saxlayır. Bu mexaniki qoruyucudur. Ağ qan hüceyrələri isə hüceyrə müdafiəsinə aiddir. Hüceyrə müdafiəsi ağ qan hüceyrələri orqanizmi infeksiyadan qorumaq üçün patogenləri əhatə edərək məhv edir. Patogenləri yaşasır və onları məhv etmək üçün anticismlər və ağ qan hüceyrələri də hüceyrə müdafiəsinə aiddir. Deməli, dəyərli şagirdlər, bundan sonraki mövzumuz maddənin xassələridir. Yəni də bunu öyrənəcəyik. Bu da biraz çətin mövzudur. Bol-bol məsələlərimiz var. Onlar işləyəcəyik. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənədək.